Salam dostlar, hər vaxtınız xeyir olsun. Yenə mən Paşayeva Aytəkin Namazov çalışmalar kitabından deməli ölçü vahidləri, uzunluq vahidləri olan bölmənin səhifə 188-ci səhifədəki sualların izahını verəcəm. Dostlar, sizdən xahişim odur ki, YouTube kanalımızı bəyənib abunə olasınız ki, daha çox faydalanasınız və həmçinin mənə də faydanız toxunmuş olsun. Baxaq çalışma 6-dan birinci suala. Çalışma 6 birinci sual. 4'də 3 hissəsi 120 cm olan ipin uzunluğu neçə santimetrdir? Deməli, ipin uzunluğu tutaq ki, x santimetr imiş və 4'də 3 hissəsi 4'də 3x edir, bərabərdir 120-yə. 3x bərabər çarpaz vururam, 4 120-yə vurulur, 480. X də bərabər 480 3-ə bölürəm, 160. Deməli 160 santimetr imiş. Bu şəkildə almış olduq. İkincisi, bu birincisi idi. İkincisi, 8'də 5 hissəsi 45 desimetr olan ipək lentin uzunluğu nə qədərdir? Deməli, lentimizin uzunluğu x imişsə də 8'də 5x bərabərdir 45 desimetr deməkdir. Hər tərəfi 5'ə bölsəm burada 9, x də bərabər 9 ilə 8 çarpaz vurulur, olur 72 desimetr. Baxın, bu şəkildə almış olduq. Çalışma 7-də birinci suala baxaq. Çalışma 7. 2 kilometrin 8'də 5'i ilə 3 kilometrin 5'də 3'ünün cəmi neçə metrdir? İlk öncə uşaqlar 2 kilometrimiz 2000 metr olduğunu biz qeyd edək. 3 kilometrimiz 3000 metr. İndi 2 kilometrin, yəni 8'də 5'i 2000 metrin 2000'in 8'də 5'i ilə 3000 kilometrin, yəni 3000 metrin 5'də 3'ü. Üzərinə gəl 3000 vur 5'də 3. Bu şəkildə yazırıq. Deməli, buradan nə edirik? 2000'i 8'ə böləndə burada 1, burada 250 düşür. 250 də 5'ə vurulanda 0, 125 üstə gəl. Bu getdi. Burada 600 qaldı. 600'ü də 3'ə vuranda 1800 eləyir. Birbaşa yazaq 1800. Bunları da toplasaq 0, 5, 8 ilə 2, 10 eləyir. Bir yadda 1 ilə 1, 2, 3. 3050 bu şəkildə almış olduq. Davam edək 7-ci çalışmanın ikincisindən. Bu birincisi idi. İndi isə ikincisindən davam edək. Deməli, 36 desimetrin 4'də 3'ü ilə 32 santimetrin 8'də 3'ünün fərqi neçə milimetrdir? Gəlin belə edək. 36 desimetrimiz 360 santimetr edir. Bu da 3600 millimetr edir. 32 santimetrimiz isə 320 millimetr edir. Bunu bildik. İndi demək, bu 4'də 3 hissəsi deyirsə 36 desimetrin 4'də 3 hissəsi, yəni 36 desimetrimiz 3600 millimetr elədi. 3600'ü vururam 4'də 3. Fərqi deyirsə çıxıram artıq. Bu 32 santimetrdə 320 millimetr edir. Onun da 8'də 3 hissəsi bu şəkildə yazılır. Vurulsun 8'də 3. Buradan gedir. Burada 900. 900'ü də çeviranda 2700 çıxılsın. Buradan 1. Burada 40. 40'ı da çevirirəm. 120. 0. Ondan 2'ni çıxıram 8. Burada 6 qaldı. Altdan birini çıxıram 5. 2580 bu şəkildə almış oluram. 2580 millimetr etmiş oldu. Bu şəkildə çalışma 8'ə baxaq. Çalışma 8'də santimetrə çevirərək azalan sıra ilə düzün. Çalışma 8. İndi baxın. Gəlin 1,3 desimetr santimetrdən neçə sant? 1 desimetrimiz 10 santimetrdirsə bu edir 13 santimetr.
1,3 desimetrimiz edir 13 santimetr. 12 santimetr 4 millimetr. Bu zaten elə 12 santimetr 4 millimetr. Sonra 0,2 metrimiz 0,2 vurulsun 100. Bu da olur 20 santimetr. 4'te 1 metrimiz vurulsun 100'e. O da 25 santimetr. 400'de 3 kilometrimiz. 400'de 3 vurulsun 1000. 10.000 metr ve 10.000 santimetrdir. Ve bu iki sıfır silinir. Burada 1, burada 25. 25 de 3'e vurulur. 75 santimetr. Sonra 0,123 metr. Bu da bize verir 12,3 santimetr. İndi bizə nə deyir? Azalan sıra ilə düzün deyir. Ən böyükdən ən aza doğru biz getməliyik. Gəlin bunların içində ən böyüyü tapaq. Ən böyük bunların içində 75 santimetrdir. Rəngi dəyişib yazıram. Azalan sıra ilə deyilirsə ən böyükdən aza doğru getməliyəm. 75 santimetr. 75 santimetrdə 400'də 3 kilometr olandır. Bu şəkildə yazaq. Sonra 75'dən sonra nə gəlir? 25 santimetr. 4'də 25 santimetr. O da 4'də 1 metr deməkdir. Sonra 20 santimetr gəlir. 20 santimetr isə 0,2 metr deməkdir. Sonra 13 santimetr gəlir. 13 santimetrdə 1,3 desimetr deməkdir. Sonra 12,3 santimetr gəlir. 12,3 santimetr. O da bizə verir 0,123 metr. Sonra başqa qaldı mı? Başqa qalmadı. Bitdi. Bu şəkildə almış olarıq dostlar. İkinci suala davam eləyək. 8'in bu birincisi idi. İndi ikincisi ilə davam edək. Millimetrə çevirərək artan sıra ilə davam edin. 2,8 santimetrimiz bizə verir 28 millimetr. 0,025 metr eləyir. 0,025 vur 100 santimetr və 1000 millimetr. Bu da 25 millimetr. Aha. Sonra 4'də 3 desimetr. 1 desimetrimiz 10 santimetr 100 millimetr. 4'də 3'ü vuraram 100'e. Bu da 25 75 millimetr. Sonra 0,100'də 1 metr. 0,100'də 1 metrimiz 100 santimetr 1000 millimetrdir. O da 10 millimetr olur. Sonra 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. 3. 1 kilometrimiz 1000 metrdir. Deməli 1000 metrdir. 10.000 santimetrdir. 10.000 100.000 millimetrdir. 5 dənə 0 getdi. Bu da bizə verir 3 millimetr. Baxın bu şəkildə. İndi nə deyir? Artan sıra ilə düzün deyir. Artan sıra ilə düzəndə azdan çoxa doğru. Yəni birinci bu,
deməli 3 kilometr. Sonra hansı gəlir? 3-dən sonra 10 millimetr. 10 millimetr gəlir. Bu da bizə verir 0,01 metr. Sonra 25 millimetr gəlir. O da 0,025 metr. Sonra 2,8 santimetr gəlir. Sonra 75, yəni 4/3 desimetr gəlir. Bu qədər, bu şəkildə dostlar. İndi keçək 9-cu suala. Çalışma 9-a baxaq. Dostlar, çalışma 9-da nə deyir? Düzbucaqlı şəklində torpaq sahəsinin uzunluğu düzbucaqlı torpaq şəklinin sahəsi düzbucaqlı şəklində. Aha. Uzunluğu 40,6 metrdir. Eni isə 15,4'dür. Bu sahənin ətrafına çəkilən hasarın uzunluğunu tapın. Yəni bunun perimetrini istəyir bizdən uşaqlar. Deməli, yəni bunun perimetrini istəyir. Deməli, burada 15,4 olur, burada 40,6 olur. Onda P bərabərdir 2 vurulsun 15,4 üstəgəl 2 vurulsun 40,6. Bu da bərabərdir 30,8 üstəgəl 12 0,1 81,2. Bunlar da toplanır 10 1 2 112. Deməli, bunun uzunluğu oldu, hasarın uzunluğu, ətrafına çəkilən hasarın uzunluğu oldu 112 metr. Bu şəkildə alındı. 10-cu suala baxaq dostlar. 10-cu sualdan davam edək. Çalışma 10. Aha, çalışma 10-da bizə nə deyir? Deyir, düzbucaqlı şəklində olan bağın uzunluğu 68 metr. Eni isə bundan 23 metr azdır. Baxın, düzbucaqlı formasında bir bağdır. Bu bağın uzunluğu 68 metrdir. Eni isə bundan 23 metr azdır. Yəni 68-dən 23'ü çıxıram. 5, 6-dan 2'yi çıxıram 4. Burada oldu 45. Bura oldu 45. Bura oldu 68. Bunun bağın ətrafına çəkilən çəpərin uzunluğunu tapın. Yəni perimetrini 2 vur 45. Üzərinə gəl 2 vur 68. 2'yi 45'e vururam 90. 2'yi 68'e vururam 16, 12, 136. Bu olur 6, 12, 226 almış olarıq. Davam edək 11-ci sualdan. Çalışma 11-dən 11. Çalışma 11-də deyir, uzunluğu 24 metr olan məftilin əvvəlcə yarısı, sonra qalanının 66'da 5'i kəsildi. Uzunluğu 24 metr olan məftilin əvvəlcə yarısı. 24 metr məftildirsə, yarısı nə deməkdir? 24'ü vururam 2'də 1'ə, olur 12. Yarısı kəsilirsə 24'dən 12'yi çıxıram, 12'si qalır. Sonra isə qalanının 6'da 5'i. Qalanı nə qədərdir? 6, 12 metr. 12'nin 6'da 5'i nə olur? Burada 1, burada 2. 2'yi 5'e vururam 10. 10 metri kəsildi. Neçə metr qaldı? 12 idi. 10 metri kəsilib 12'dən 10'u çıxıram. 2 metri qalar. Cavab 2 metr olar. Çalışma 12'dən başlayaq. On 12'yə baxaq. Deməli, çalışma 12'də nə deyir? Bir köynəyə 3 metr 45 santimetr, bir kostyuma isə 4 metr 30 santimetr parça işlənir. 5 kostyuma işlənən parça, 6 köynəyə işlənən parçadan nə qədər çoxdur? Deməli, bir köynəyə 3 metr 45 santimetr işlənir. Bir kostyuma isə bu qədər parça. 5 kostyuma işlənən parça. 5 kostyuma
Bir kostyuma bu qədər işlənirsə, 5 kostyuma işlənən parça, 6 köynəyə işlənən parçadan, gəlin 5 kostyuma nə qədər parça işlənir, 6 köynəyə nə qədər parça işlənir, bunu tapaq. Deməli, 5 kostyuma bunda vururam 4 metr, belə deyək də, 4 metr 30 santimetr bizə verir 4,3 metr. 5'i vururam 4,3'e, 5 3'e vururam 15, 5'i 4'e 20, 21,5 metr. İndi bu oldu 5 kostyuma işlənən parçanın ümumi, yəni nə qədər parça işlənibsə o. İndi keçirəm 6 köynəyə nə qədər? 6 köynəyə nə qədər parça işlənir? Deməli, bir köynəyə 3 metr 45 santimetr parça işlənirsə, bu 3,45 metr deməkdir. Və 6'nı da vururam 3,45'e. 6'yı 5'e 30, 6'yı 4'e 24, 3'te yadda 7, 27. 7'ni yazıram 2 yadda, 6, 3, 18, 20. Bu da 20,7 metr. İndi nə deyir? 5 kostyuma işlənən parça 6 köynəyə işlənən parçada nə qədər çoxdur? 21,5'dən 20,7'ni çıxaram. 21,5 çıx 20,7. 21,5 20,7'ni çıxıram. 15'dən 7'yi çıxıram 8. Burada 0 qalır. Əlim dəydi uşaqlar. Deməli 0, 2'dən 2'yi çıxıram 0. 0,8 metr çoxdur. Bu da bizə verir 80 santimetr çoxdur. Bu şəkildə. 13-cü sualla davam eləyək. Deyir, fiqurun perimetrini hesablayın. Gəlin, fiqurun perimetrini hesablayaq. Çalışma 13. Deməli, nə edirəm? 9,6 üstəgəl 6,2 üstəgəl 2. Hə, bir dəqiqə, biz buraları bilmirik axı, buraları tapmalıyıq. Gəlin oraları tapaq. Bax, buraları bilmirik. Aha, bir də buranı bilmirik. Bura bilirik ki, bax, bununla eynidir, 6,2'dir. İndi mən bilmədiyim yer var ki, deməli, buranı tapaq. Deməli, buradan bura 2'dir. 2 ilə 1,5 toplansa 3,5 eləyir. Bura qədər 3,5 elədi. 9,6'dan çıxaram 3,5'i. 6,1. Deməli, buradan bura 6,1 eləyir. İndi gəlin perimetri hesablayaq. Deməli, toplayaq 6,2 üstəgəl 9,6 üstəgəl 6,2 üstəgəl 1,5 üstəgəl 2 üstəgəl 6,1. Bunları toplayırıq və buradan alınan cavab bizə fiqurun perimetrini verir. Və bunlar desimetrlə verilir. Sonra biz bunu santimetrə çevirəcəyik. Gəlin baxaq. Deməli, burada biz alırıq 31,6 desimetr. İndi bunu da santimetrə çevirsək, bir desimetrimiz 10 santimetrdirsə, bu olur 316 santimetr. İndi keçək ikinci fiqurun perimetrini tapaq. Bu birinci fiquruydu. İndi ikinci fiquru tapaq. Deməli, biz buranı bilmirik. Buradan bura 1,2. Bir də buranı bilmirik. Bunları tapaq. Bir də buranı bilmirik. Bunları tapaq. Buradan bura bilirik ki, 7,2'dir. Bunu bildik. Aha. Bunun cəmi bizə verməlidir. Nəyi? 2 ilə 1,2'ni toplasaq 3,2 eləyir. Elə deyilmi? Bir də üzərinə də 3,2'nin üstə bir də bu 2'ni gəlirəm. Hansı ki, baxın bu 2'ni. Bu oldu 5,2. İndi mən 8,5'dən 5,2'ni çıxsam 3, 3,3. 3,3 bizə verdi, bax buranı.
İndi biz bunu bilmirik. Bunu tapsaq, bunu tapsaq. Uşaqlar, deməli bu 13-cü sualın birincisinə bir də qayıdıram. Biz burada perimetr deyəndə bildik ki, bütün tərəflərini toplayırıq da uzunluqlarının cəmi. Burada biz bunu tapmadıq. Mən bayaqdan düşünürəm, bunu tapmaq mümkün deyil. Bu məsələlərdə, yəni bu məsələnin özündə çatışmazlıq var. Yəni bunu qoydum, bura qayıtdım. İndi eyni qayda ilə də həmən ikincisində. Gördünüzmü? Lazım olan yerləri tapmaq olur. Amma məsələn, bax, buranı necə tapaq? Buranı necə tapaq? Bunu tapmaq üçün bizə nəsə bir şeylər verməli idi, verməyib. Ona görə bu məsələdə həqiqətən də çatışmazlıq var. Bu hissəni tapmaq qətiyyən mümkün deyil. Yəni bu hal-hazırdakı verilənlərdən istifadə eləməklə bax bu hissəni tapmaq, bir də bu hissəni tapmaq mümkün deyil. Ona görə bu məsələdə düşünürəm ki, çatışmazlıq var. Yenə də kimsə tapsa yazsın şərh bölməsində, amma mən əminəm ki, burada yəni tapmaq qeyri-mümkündür. Çünki məsələdə çatışmazlıq var. Bu şəkildə, yəni bunu da axıra çatdırmıram. Yəni perimetr deyəndə bilirik ki, bütün tərəflərin uzunluqları cəmi deməkdir. Davam edək 14-cü sualdan. 14-cü sualda nə deyir? Bir top parçadan hər sonraki əvvəlkindən 2 metr santimetr. Bir top parçadan hər sonraki əvvəlkindən 2 metr 80 santimetr çox olmaqla 4 hissə kəsdilər. Ən kiçik hissənin uzunluğu 6 metr 30 santimetrdir. Parçadan cəmi nə qədər kəsdilər? Deməli, bir top parçadan əvvəlkindən 2 metr 80 santimetr olmaqla 4 hissə kəsdilər. Hər sonrakından çox olmaqla. Ən kiçik, deməli, ən balacası 6 metr 30 santimetrdirsə, bunu çevirək 6,3 metrə. Bir sonraki bundan 2 metr 80-dirsə, bu olur 2,3 metr. Üzərinə, deməli, ən kiçiyi budur. İkincisi olacaq, bu birincisi. İkincisi olacaq 6,3, üstə 2,3 gələk. Bu olacaq 8,6. Üçüncüsü 8,6-nın üzərinə 2,3 gələk. Bu da olacaq 10,9. Dördüncüsü 10,9-un üstünə 2,3 gələk. 12, bu da 12, 13,2. Bu şəkildə alırıq. İndi bunların hamısını toplayaq, görək nə deyil. Parçadan cəmi nə qədər kəsdilər. Bunların hamısını toplayırıq. 6,3 üstəgəl 8,6 üstəgəl 10,9 üstəgəl 13,2.